101-ci sualdan davam edirik. Mütləq hündürlüyü 3000 metr olan dağın ətəyində okean səviyyəsində havanın temperaturu müsbət 8 Selsidir. Zirvədəki temperaturu tapın. Dağ verib, dağın mütləq hündürlüyü 3000 metr. Dağın ətəyində okean səviyyəsində havanın temperaturu verib 8 Selsi. Zirvədə isə temperaturu soruşur. Bilirik ki, hər 1000 metr qalxdıqda havanın temperaturu 6 Selsi düşür. 3000 metr qalxdıqda havanın temperaturu nə qədər düşər? Bunu tapaq. X bərabərdir 3000-i 6-ya vurub 1000-ə bölmək lazımdır. O da olacaq 18. Ətəkdə bilirik ki, verib müsbət 8. Yuxarı qalxdıqca temperatur azalır. Müsbət 8-dən çıxarıq, 18-i azaldığı üçün çıxırıq. O da olar mənfi 10 D variantı 101-ci sualda. 102-ci suala baxaq. B nöqtəsində atmosfer təzyiqi 758 mm civə sütundur. Horizontalların 20 metrdən bir keçirildiyini nəzərə alaraq A nöqtəsində atmosfer təzyiqini müəyyən etməyimizi istəyir. B nöqtəsində atmosfer təzyiqini verib və horizontalların 20 metrdən bir keçdiyini deyib. Burada 2 dənə boşluq var. 2 boşluq varsa, biz 20-ni vururuq 2-yə. Horizontalların 20 metrdən bir çəkilməyi, kəsmə yüksəkliyin 20 metr olmağı deməkdir. Bu da olacaq 40. Biz bilirik ki, hər 10 metr qalxdıqda atmosfer təzyiqi 1 mm civə sütunu azalır. 40 metr qalxdıqda nə qədər olar? X. Bundan X-i tapırıq ki, 4 mm civə sütunu fərq var imiş A və B arasında. B-də atmosfer təzyiqini verib. B-də atmosfer təzyiqi 758 mm civə sütunudur. Yuxarı qalxanda atmosfer təzyiqi düşürsə, aşağı düşəndə atmosfer təzyiqi qalxacaq. Bizdə də B-ni verib A-nı soruşur. A-nı soruşduğu üçün A aşağıda ətəkdə olduğu üçün üstünə gələrik. 40-ı 4-ü üstünə gələrik. O da olar 762. C variantı 102-ci sualın cavabı olar. 103-cü suala baxaq. A məntəqəsində havanın temperaturu -4. B məntəqəsində isə müsbət 8 verilib. Buna əsasən deyir kəsmə yüksəkliyi müəyyən edir. Biz ilk öncə temperatur fərqinə əsasən A və B arasında olan hündürlük fərqini tapaq. Deməli, tapırıq A-dan B-yə qədər olan hündürlük fərqini. Bunu da necə tapa bilərik? Temperatur fərqinə. A-da temperaturu verib -4. B-də temperaturu verib müsbət 8. Müsbət 8 aşağıdadırsa, buradan da çıxıb yuxarı qalxsa temperaturu düşər. Ona görə də çıxırıq -4-ü. Tapırıq ki, aralarındakı temperatur fərqi müsbət 12 dərəcə imiş. Çünki burada mənfidir, mötərizəni açdıqda mənfi müsbətə çevrilir və müsbət 12 olur. A-dan B-yə qədər 12 dərəcə temperatur fərqi var. Biz də temperatur fərqinə əsasən hündürlük fərqini tapa bilərik. Hər 1000 metrdə 6 Selsi temperatur düşürsə, tapırıq ki, 12 Selsi nə qədər hündürlükdə fərq yaranar, düşər. Buradan tapırıq ki, 2000. X bərabərdir 2000. 12-ni 1000-ə vururuq, 6-ya bölürük. X bərabərdir 2000. Boşluqları sayaq. 1, 2, 3, 4 boşluğumuz var. 2000-i bölərik 4-ə. Bərabər olar 500-ə. Deməli, kəsmə yüksəkliyi 500 imiş. 500 metr. C variantı 103-cü sualda. 104-cü suala baxaq. Kəsmə yüksəkliyi 150 metr olan sxemdə B məntəqəsində havanın temperaturu 10 Selsi. A məntəqəsində temperaturu müəyyən etməyimizi soruşur. Burada isə bizə kəsmə yüksəkliyi verilib, bir də B məntəqəsində havanın temperaturu verilib, müsbət 10. Kəsmə yüksəkliyə əsasən hündürlük fərqini tapmaq olar. Baxırıq ki, 1, 2, 3 boşluq var. Biz 150-ni, yəni kəsmə yüksəkliyi vururuq 3-ə. Bərabər olur 450-yə. Deməli, A və B arasında 450 metr hündürlük fərqi var imiş.
Biz buradan 1000-ə 6 düşürsə, tapırıq ki, 450-yə nə qədər düşər? X bərabərdir 450-ni vururuq 6-ya, bölürük 1000-ə. Bərabərdir 2,7. Deməli, A və B arasında 2,7 dərəcə temperatur fərqi var. B-də temperaturu bilirik müsbət 10-dur. Müsbət 10-dursa, A yuxarıda yerləşdiyi üçün müsbət 10-dan çıxarıq 2,7-ni. Çünki yuxarı getdikcə temperatur düşür. O da olar 7,3. D variantı. 105-ci suala baxaq. Hündürlüyü 6200 metr olan dağın zirvəsində temperatur -30 C-dir. Bir dağ çəkək və dağın zirvəsində 6200 metr yüksəklikdə temperatur -30 C-dir. Həmin dağın ətəyində okean səviyyəsindən 200 metr, ətəkdə 200 metr yazaq, 200 metr hündürlükdə temperaturu müəyyən edin. Bizdən burada temperaturu soruşur. Biz aradakı hündürlük fərqini tapaq. 6200-dən çıxarıq 200-ü, qalar 6000. Daha sonra temperaturu rahat tapa bilərik. Hündürlük fərqinə əsasən 1000 metrdə 6 Selsi düşürsə temperatur 6000-də nə qədər düşər? İlk öncə bunu tapaq. Buradan x-i tapaq. 6000-i 6-ya vurub 1000-ə bölmək lazımdır. O da olacaq 36. Temperatur yuxarı qalxanda düşürsə, aşağı düşəndə artar. Ona görə -30'un üstünə gələrik 36-nı. O da olar müsbət 6 dərəcə A variantı. 106-cı suala baxaq. Sxemdə kəsmə yüksəkliyi 50 metr, B məntəqəsində atmosfer təzyiqi 730 mm civə sütunu olarsa, A məntəqəsində atmosfer təzyiqini soruşur. A məntəqəsində atmosfer təzyiqini tapmaq üçün ilk öncə A və B arasında hündürlük fərqini tapmaq lazımdır. Bunun üçün də kəsmə yüksəkliyi verilib, boşluqları sayaq. 1, birinci, ikinci, üçüncü və dördüncü boşluq. 4 boşluq vururuq 50-yə, kəsmə yüksəkliyə, o da olur 200 metr. Deməli, A və B arasında 200 metr hündürlük fərqi var imiş. Tapırıq, bilirik ki, 10 metr qalxdıqda 1 Selsi, daha doğrusu 1 mm civə sütunu atmosfer təzyiqi düşür. 200 metrə nə qədər olar? X də bərabərdir 20 mm civə sütunu. B məntəqəsində atmosfer təzyiqini verib 730. Yüksəkliyə doğru qalxdıqda atmosfer təzyiqi düşürsə, ətəyə doğru gəldikdə atmosfer təzyiqi artacaq. 730-un üstünə gələr 20-ni, olar 750 mm civə sütunu. D variantı. 107-ci suala baxaq. Sxemdə A nöqtəsində havanın temperaturu müsbət 20 Selsidir. Horizontalların 100 metrdən bir keçirildiyini nəzərə alaraq B nöqtəsində havanın temperaturunu müəyyən etməyimizi soruşur. Burada da temperatur verilir. Bizdən B nöqtəsindəki temperatur soruşur. Yenə biz hündürlük fərqini tapmalıyıq. Temperaturu tapmaq üçün baxırıq ki, A və B arasında 3 boşluq var. 2, 3 boşluq. 3-ü vururuq kəsmə yüksəkliyimizə, yəni horizontalların arasındakı fərqə, o da bərabərdir 300 metr. Deməli, A və B arasında 300 metr fərq var imiş. 1000 metr qalxdıqda 6 Selsi düşürsə, tapırıq ki, 300 metr getdikdə nə qədər temperatur fərqi yaranır. Burada da 3000-i vururuq 6-ya, 300-ü daha doğrusu vururuq 6-ya, bölürük 1000-ə. Bərabərdir 1,8. Buradan da sıfırları silərək daha rahat həll edə bilərsiniz. Deməli, A və B arasında 1,8 Selsi temperatur fərqi var imiş. A nöqtəsində temperaturu verib müsbət 20, B nöqtəsində temperatur soruşur. Yenə zirvəyə doğru, yəni yüksəkliyə doğru getdikcə temperatur düşürdüsə, ətəyə doğru gəldikdə temperatur artacaq. Temperatur A-da müsbət 20-dirsə, biz də ətəyə doğru gəlirik ki, B-yə çataq. 20-nin üstünə gələrik 1,8, o da bərabərdir 21,8 C variantı. 108-ci suala baxaq. Dağın ətəyində atmosfer təzyiqi 746 mm civə sütunu, zirvədə isə 470 mm civə sütunu olarsa, dağın nisbi hündürlüyünü müəyyən edin. Bir dağ verilib, dağın ətəyində 746 mm civə sütunu, dağın zirvəsində isə 470 mm civə sütunu verilmişdir. Bu atmosfer təzyiqidir. Biz hündürlüyü tapıb, atmosfer təzyiqi fərqini tapıb hündürlüyə çevirə bilərik. Nə edirik? Ətəkdə də 746 olduğu üçün 746 ilə
470-in arasındakı fərqi tapaq. 746 çıxılsın, 470. O da olar 276. 276. Hündürlüyə doğru hər 10 metrdə 1 mm civə sütunu düşürdüsə, burada da əksini eləyib ona vuraraq tapa bilərik ki, hündürlük fərqi, dağın ismi hündürlüyü 2760 metr imiş. 109-a baxaq. 109. Dağın yamacında dəniz səviyyəsinə bir dağ verilib. Dağın yamacında dəniz səviyyəsinə 1700 metr hündürlükdə temperatur verib -5 Selsi. Onun ətəyində 350 metr hündürlükdə havanın temperaturunu müəyyən edin. Biz burada ilk öncə hündürlük fərqini taparıq. 1700-dən çıxarıq 350-ni, qalar 1350. Tapırıq ki, ətəklə, yəni bu hissədə 1350 metr hündürlük fərqi var imiş. 1700-də bilirik ki, temperatur -5-dir. Tapaq ki, 1350-yə nə qədər temperatur fərqi yaranmışdır. 1000-ə 6-dırsa, hər dəfə eyni qaydanı yazırıq. Sadəcə mən hər dəfə yazıram ki, siz daha yaxşı mənimsə biləsiniz. 1350-yə isə x-dir. Burada 1350-ni vurarsınız 6-ya, bölərsiniz 1000-ə. O da olar 8,1. Deməli, 8,1-dirsə, -5 yuxarıda yazılmışsa, aşağı düşdükcə temperatur artar. Üstünə gələrik 8,1, o da olar 3,1, müsbət 3,1. Növbəti suala baxaq. Qafqaz dağlarında okean səviyyəsindən 466 metr hündürlükdə havanın temperaturu müsbət 15 Selsidir. Bazardüzü zirvəsində temperatur müəyyən edilir. Burada Bazardüzü zirvəsinin hündürlüyünü verməyib, çünki biz hər birimiz onu əzbər bilməliyik. Bazardüzü zirvəsinin hündürlüyü 4466 metrdir. Deyir ki, okean səviyyəsindən 466 metr hündürlükdə temperatur müsbət 15-dir. Zirvədə temperatur soruşur. Zirvəndə biz bilirik 466-dır. Yenə aradakı hündürlük fərqini tapırıq. 4466-dan çıxarıq 466-nı. Bərabər olar 4000-ə. Hər 1000-ə 6 Selsi düşürsə 4000-ə tapırıq ki, nə qədər düşər. X da burada bərabərdir 24 Selsi. Yəni 4000-i vururuq 6-ya, bölürük 1000-ə. Olar 24 dərəcə fərq. Yəni zirvə ilə ətəkdəki 466 metr arasında 24 Selsi fərq var. Burada da vermişdi ətəkdə müsbət 15. Müsbət 15-də zirvəni soruşduğu üçün müsbət 15-dən çıxarıq 24. Çünki yuxarıya getdikcə temperatur düşür. Bu da olar 9 müsbət. Yox, -9 üzrürsən. -9 çünki 24 daha böyükdür. C variantı. 111. A məntəqəsində təzyiq 760 mm civə sütunu. B məntəqəsində isə 360 mm civə sütunu olduğu nəzərə alaraq sxemdə göstərilən relyef formasını və kəsmə hündürlüyü müəyyən edin. Burada A-da temperatur 760, B-də 360 verdiyi üçün biz artıq burada görürük ki, yuxarıya getdikcə təzyiq düşüb. Yuxarıya getdikcə təzyiq düşübsə, deməli bu dağ formasıdır. Digərlərini silə bilərik asanlıqla. İndi tapaq ki, kəsmə hündürlüyü nə qədərdir? Aradakı təzyiq fərqini tapaq. 760-dan çıxarıq 360, eləyər 400. Tapırıq ki, aradakı təzyiq fərqi 400 mm civə sütunuymuş. Təzyiq fərqini də metrə çevirəndə, yəni hündürlük fərqinə çevirəndə vurduq ona, o da olacaq 4000 metr. Deməli, A və B arasında 4000 metr hündürlük fərqi var. İndi tapaq ki, kəsmə yüksəkliyi nə qədərdir? Boşluqları sayaq. 1, 2, 3, 4. 4 boşluq varsa 4000-i bölərik 4-ə, o da olar 1000 metr. D variantı. 112-yə baxaq. Bunu silək. Aralarındakı temperatur fərqinin daha az olduğu məntəqələri müəyyən edin. Burada biz götürərik ən yaxın məntəqə, yəni O-la K-nı götürə bilərik. Y variantı. Deyə bilərsiniz ki, MN-i niyə götürmürük? Çünki cavabda MN yoxdur. Olsaydı onu da götürə bilərdik. Ən yaxın məntəqələri götürürük ki, temperatur fərqi daha az olsun. 113-cü sualda deyir ki, sxemdə hansı coğrafi hadisə əks olunmuşdur? Biz baxırıq ki, sxemdə yüksək təzyiqdən alçaq təzyiqə doğru havanın yer dəyişməsi verilmişdir. Yüksək təzyiqdən alçaq təzyiqə doğru havanın yer dəyişməsi siklonlarda müşahidə olunur.
114-cü suala baxaq. 114-cü sualda isə şimal yarımkürəsində siklonu istəyir. Şimal yarımkürəsində siklon yenə yüksək atmosfer təzyiqindən alçaq atmosfer təzyiqinə doğru havanın yer dəyişməsidir. Yəni kənarda yüksək təzyiq, mərkəzdə isə alçaq təzyiq olmalıdır. Baxırıq ki, A variantında olmaz. B variantında olmaz yenə. C olmaz, D də olmaz. Y-də isə baxırıq kənarda yüksək təzyiqdir, 764 və mərkəzə doğru gəldikcə təzyiq azalmağa başlamışdır. Ona görə də sualın doğru cavabı olur Y variantı. Siklonlar şimal yarımkürəsində yüksək təzyiqdən alçaq təzyiqə doğru havanın yer dəyişməsidir və saat əqrəbinin əksi istiqamətində dövr edirlər. 115-ci suala baxaq, biraz kiçildək. İllik temperatur amplitudunun daha yüksək olduğu qrafiki bizdən soruşur. Temperatur fərqi nə qədər çoxdursa, illik temperatur amplitudu da o qədər yüksək olar, çox olar. Burada da cavabımız olacaq. Elə qrafikdən görsənir ki, A variantında temperatur fərqi daha çoxdur. B-də təxmini eynidir, olmaz. C-də də olmaz. D, Y çıxar. Temperatur fərqi az olduğu üçün. 116-ya baxaq. 116-da deyir, tornado nədir və dünyanın hansı regionları üçün səciyyəvidir? Tornado küləyin bir növüdür, qasırğadır. Burada kəskin təzyiq fərqindən yaranır. Dağıdıcı güclü küləkdir. O da Şimali Amerikada müşahidə edilir. Musson küləklərinə xas olan xüsusiyyəti bizdən istəyir. Musson küləkləri qışda materikdən okeana, yayda isə okeandan materikə doğru əsən mövsümi küləklərdir. Materik və okean arasındakı, yəni quru ilə su arasındakı təzyiq fərqindən yaranır. Cavablara baxsaq, burada C variantında cavab doğrudur. Yayda okeandan materikə, qışda isə materikdən okeana doğru əsən küləklərdir. 118-ə baxaq. 118-də deyir, enən hava kütlələrinin hakim olduğu ərazilər üçün səciyyəvi xüsusiyyətləri müəyyən edin. Enən hava kütlələri yüksək atmosfer təzyiqi yaradır. Yüksək atmosfer təzyiqinin olduğu yerdə, enən havanın olduğu yerdə buludluluq az olur. Günəşin düşmə bucağı böyük, düz radiasiya da böyük olur. Bu da olar C variantı. Aydın, buludsuz, düz radiasiya payının böyük olduğu yerlər. 119-cu sualda deyir ki, passat küləklərin istiqamətini müəyyən edin. İlk öncə biz baxaq ki, passat küləkləri hara əsən küləklərdir. Passat küləkləri tropiklərdən ekvatora doğru əsən daimi küləklərdir. Şimalda şimal şərqdən cənub-qərbə doğru əsir. Cənubda isə cənub-şərqdən şimal-qərbə doğru əsir. Baxaq cavablara. Hər iki yarımkürədə şimaldan cənuba doğru əsir olmaz. Şimal yarımkürəsində şimal-şərqdən, cənub yarımkürəsində isə cənub-şərqdən əsən küləklərdir. Düzdür, B variantı. 120-yə baxaq. Passatlar hansı ərazilərin iqliminə təsir edər? Passatlar Afrika və Cənubi Amerikanın iqliminə təsir edər. 121-ə baxaq. Havanın ən yüksək temperaturunun ekvator üzərində deyil, tropiklərdə müşahidə edilməsinin səbəbi, çünki ekvatorda buludluluq çoxdur, alçaq təzyiqli, qalxan havadır. Tropiklərdə isə yüksək təzyiq qurşağı, enən hava və buludluluğun miqdarı azdır. Ona görə də orada temperatur yüksək olar. B variantında doğru cavabdır. Bu tropiklərdə buludluluğun az olması. 122-yə baxaq. Ekvatorda yağıntıların çox olmasının səbəbi nədir? Qalxan havanın müşahidə olunmağı. A variantı. 123-cü suala baxaq. Bakıda havanın temperaturu müsbət 30 Selsi, nisbi rütubətliyi isə 80%dir. 1 metr kub havanın doyması üçün 30 qram su buxarı lazımdır. Mütləq rütubətliliyi bizdən soruşur. 30 Selsi temperaturda havanın doyması üçün 30 qram su buxarı lazımdır. 30 qram su buxarı lazımdırsa, deməli 30 qram 100%dir. Bunu yazaq. Bizdə də deyir ki, nisbi rütubət 80%dirsə, mütləq rütubətliyi tapın. X-lə işarə edib, buradan X-i tapa bilərik. X-i 100-ə vururuq, 80-də 30-a vururuq. O da olur 24. 2400 bölünsün 100. 24 qram daha doğrusu B variantı. 124-cü suala baxaq. 0 dərəcə temperaturda nisbi rütubətliliyi 20% olan havanın tam doyması üçün çatışmayan su buxarını müəyyən edin. Burada biz daha qısa yolla gedək. Bizə deyir ki, 20% var. Tam doyması üçün nə qədər su buxarı lazımdır? Biz bilirik ki, tam olması üçün 100% olmalıdır. Bunun da 20-si varsa, biz buradan 20-ni çıxıb
birbaşa 80% tapa bilərik. Əgər 5 qram 0 Selsi temperaturda 1 metr kub hava 5 qram su buxarı tutur. 5 qram 100%dirsə, çatışmayan su buxarını, yəni 80%-i buradan tapmaq olar. O da olacaq D variantı 4 qram. Çünki 20% var idi, 80% çatmırdı. Birbaşa çatmayanı tapıb cavabı birbaşa tapmaq olar və yaxud da belə də tapa bilərsiniz. Deməli 5 qram 100%-dirsə, birinci əgər sizə çətindirsə 20%-i tapırsınız. X bərabərdir burada neçə edirsə, ondan da 1 edir. Deməli tam 5-dirsə, 5-dən də 1 çıxıb çatışmayanı tapmaq olar. Hər iki variant doğrudur. 125-ci suala baxaq. Sxemə əsasən illik temperatur amplitudu müəyyən edin. Baxırıq ki, biri ən soyuq 0-dadır, ən isti isə 12-dədir. Aradakı fərqi taparaq illik temperatur amplitudunu müəyyən edərik. Onlar elə 12. A variantı. Rütubətli əmsalı 0,5, yağıntı isə 200 mm olarsa, mümkün buxarlanmanı müəyyən edin. Rütubətli əmsalın düsturunu yadımıza salaq. Rütubətli əmsalı bərabərdir, yağıntı bölünsün, buxarlanma. Bizə burada rütubətli əmsalını verib və yağıntını verib. Buxarlanmanı isə soruşur. Rütubətli əmsalı 0,5-dir, yerinə yazaq. Yağıntı 200 mm-dir. Buxarlanmanı soruşur. Buxarlanma bərabərdir. 200-ü 400-ə böldükdə 0,5 eləyər. Və yaxud da bunu riyazi üsulla açıb da həll edə bilərsiniz. Cavab olacaq D variantı. 127-yə baxaq. Sxemdə hansı küləklər təsvir olunmuşdur? Dedik ki, tropiklərdən ekvatora doğru əsən küləklər passat küləkləridir. Daha sonra tropiklərdən mülayimə doğru əsən küləklər isə qərb küləkləridir. O da olacaq Y variantı, qərb küləkləri və passatlar. 128-ə baxaq. London aeroportunda okean səviyyəsində havanın temperaturu müsbət 10 verilmişdir. Həmin aeroportda 5000 metr hündürlükdə havanın temperaturunu müəyyən edin. Yenə eyni qayda, dağda necə eləyirdisə, burada da eyni qaydanı eləyirik. Aşağıda temperaturu verib, yuxarıda temperaturu bizdən soruşur, amma hündürlüyü verib 5000-dir. Hər 1000-ə 6 düşürdüsə, tapırıq ki, 5000-ə nə qədər temperatur fərqi olar. Buradan x-i tapsaq 5000-i vurarıq 6-ya bölərik 1000-ə. O da olar 30. Aşağıda temperatur müsbət 10-dursa, yuxarıya doğru getdikcə temperatur düşər. O da bərabər olar mənfi 20-yə. A variantı. 129-cu suala baxaq. Xəritə sxemdə qeyd olunmuş əraziyə aid olmayan əlaməti istəyir bizdə. Qütb ətrafı sahələr rənglənib, tünd rənglə. Bizə də bura aid olmayan istəyir. Burada variantları oxuyaq. Havanın qalxan hərəkəti üstünlük təşkil edir. Burada A variantıdır. Çünki qütblərdə yüksək təzyiq qurşağıdır. Havanın enən hərəkətidir. A variantı səhvdir. Digərləri isə qütb yanı sahələrə uyğundur. Qış gün dönümü günü qütb gecələri müşahidə olunur. Yay gün dönümü qütb gündüzləri, qütb parıltısı müşahidə olunur. Bütün saat qurşaqlarını əhatə edir. Bu da doğrudur. 130-a baxaq. 22 dekabrda verilən coğrafi enliklərin hansında müvafiq olaraq daha aşağı və daha yüksək temperatur müşahidə olunar. Burada daha aşağı temperatur 22 dekabrda qışdır, şimal yarımkürəsində qışdır. Deməli, şimal yarımkürəsində aşağı temperatur daha yüksək enliklərə doğru olacaq. Olar 1-ə 4. Daha yüksək temperatur isə deməli, cənub tropikinə daha yaxın ərazilərdə müşahidə olunar. Bu da olar 20 dərəcə cənub enliyi. Y variantı sualın doğru cavabıdır. 131-ə baxaq. 22 iyunda verilən coğrafi enliklər hansında müvafiq olaraq daha yüksək və daha aşağı temperatur qeyd olunur. Burada da daha yüksək temperatur 23,5 deməli şimal tropikinə yaxın ərazilərdə olacaq. Əksi isə cənub yarımkürəsində isə daha soyuq olacaq. Deməli, birinci daha yüksək temperatur olar 2-də, 20 dərəcə şimal enliyində. Cənubda isə daha soyuq olar. Ən cənub 80 dərəcə cənub enliyi. Elə B variantı düzgün cavabdır. 132-yə baxaq. A və B məntəqələri arasında hündürlük fərqi 4 kilometrdir. Yəni, buradan bura qədər hündürlük fərqi olub 4 kilometr. Burada da yazaq.
A-dan B-yə qədər 4 kilometr, yəni 4000 metr hündürlük fərqi var. A məntəqəsində temperaturu verib müsbət 32. B məntəqəsində havanın temperaturunu və məntəqələr arasındakı atmosfer təzyiqi fərqini müəyyən edin. Atmosfer təzyiqi fərqini çox asanlıqla müəyyən edə bilərik. Çünki hündürlük fərqi 4000 metrdirsə, biz bunu 10-a bölərək atmosfer təzyiqi fərqini asanlıqla tapa bilərik. 400 mm civə sütunu. İndi isə temperatur fərqini tapaq. Temperatur fərqini tapanda da 1000-ə 6-dırsa, 4000-ə nə qədərdir? X ilə bərabərdir 4000-i 6-ya vurub 1000-ə bölmək lazımdır. O da olacaq 24. Deməli, A və B arasında 24 dərəcə temperatur fərqi var imiş və bizdə B-də temperaturu soruşur. Ona görə də biz müsbət 32-dən çıxarıq 24-ü. O da olar 8. Müsbət 8, bəli. C variantı müsbət 8 Selsi. 133-cü suala baxaq. Qanun uyğunluğun düzgün verilmədiyi sxem bizdən istəyir. Küləklər verilir və küləklər bilirik ki, yüksək atmosfer təzyiqindən alçaq atmosfer təzyiqinə doğru havanın yer dəyişməsidir. A variantında görürük ki, 760-dan əsib 756-ya, yüksəkdən alçağa doğru doğrudur. B variantında 760-dan 756-ya doğrudur. C-də də doğrudur. D-yə baxırıq. D də doğrudur. Y variantında isə 756-dan, yəni alçaqdan yüksəyə doğru əsib. Belə bir şey isə mümkün deyil. Y variantı səhvdir. 134-də bizdən sxemin düzgün verildiyini istəyir. 134-də isə olar, yenə yüksək atmosfer təzyiqinə, alçaq atmosfer təzyiqinə doğru olmalıdır. Burada olacaq B variantı 760-dan 740-a doğru əsir. Doğrudur. 135-ə baxaq. Kiçildir. Mütləq hündürlükdə havanın temperaturu arasında əlaqənin düzgün verdiyi qrafiki bizdən istəyir. Yuxarıya getdikcə temperatur düşər. O da olur D variantı. Bunların heç biri uyğun gəlməz. B-də isə yüksəkliyə doğru temperaturun artdığı müşahidə olunur. O da ki, inversiya olarsa mümkündür. Qanun uyğunluğu əsasən isə D variantı doğrudur. Mütləq hündürlükdə atmosfer təzyiqi arasında əlaqənin düzgün verildiyi qrafiki müəyyən edin. Burada da eyni ilə temperaturdakı kimi düşməlidir. Olacaq D variantı 136. 138-ci suala baxaq. Xəritə sxemə əsasən ən az və ən çox illik temperatur amplitudu müşahidə olunduğu müvafiq məntəqələri bizdən istəyir. Ən az olacaq ekvatorda. Ümumiyyətlə bir qayda olaraq ekvator və qütblərdə illik və sutkalıq temperatur amplitudu az olur. Tropiklərdə sutkalıq temperatur amplitudu çox olur. Mülayimlərdə isə illik temperatur amplitudu çox olur. İndi baxaq görə bizdən nə istəyir? Deyir ki, illik temperatur amplitudunun ən az və ən çox müşahidə. Ən az olacaq ekvatorda, ən çox olacaq mülayimdə, kəskin kontinentalda. Y variantı 138-də doğru cavab olar. 139-a baxaq. Bu da tam görsənmir. Temperaturun sutkalıq amplitudunun illik amplituddan daha böyük olduğu məntəqələri müəyyən edin. Sutkalıqlar dedikcə tropik enliklər o tərəflərə yaxın ərazilərdə daha böyük olar. Ona görə də bizə buradan 2 və 5-i seçə bilərik. A variantı doğru cavabdır. 140-a baxaq. İllik temperatur amplitudunun ən çox və ən az olduğu məntəqə istəyir. Mülayimdə dedikcə ən çox olur. Kəskin kontinentalda daha çoxdur. Burada kəskin kontinentalda 4 düşür. 4-ü götürərik ən çox. Ən az isə ekvatorial ərazilərdə olur. Burada 0-dır, tam görsənmir. 2 ekvatorun üstünə düşür. B variantı doğru cavabdır. 141-ə baxaq. 141-də deyir ki, tropik siklonların səciyyəvi olduğu ölkələri müəyyən edin. Tropik siklonlar, bayaq da dedik ki, Şimali Amerikada tornadolar var. Bu, ABŞ, Kuba, Meksika ərazilərinə uyğun gəlir. Y variantı. Tayfunların daha çox müşahidə edildiyi ərazilər isə Cənubi-Şərqi Asiya, Hindçin yarımadası, həmin ərazilər düşən yerləri götürə bilərik. Filippin və Böyük Son adalarının doğru cavab kimi götürülür. 1, 2, 6 sualın doğru cavabıdır. 143-cü suala baxaq. Məntəqələrin illik temperatur qrafiklərinə əsasən hansı nəticəyə gəlmək olmaz deyir. Birinci A variantını oxuyaq. Ən az illik temperatur amplitudu birinci məntəqədə müşahidə olunmuşdur. Bu doğru variantdır. Çünki temperatur fərqi azdır. İkincisini oxuyaq. İkinci məntəqənin illik temperatur amplitudu birinci məntəqədən daha çox olar. Doğrudur. Temperatur fərqi daha çoxdur ikinci məntəqədə. İkinci məntəqə Cənub yarımkəsində yerləşir. Doğrudur. Qrafikdən bilirik ki, bu Cənub yarımkəsini göstərir. D variantı. Üçüncü məntəqədə qış daha soyuq keçər. Görürük ki, qışda temperatur daha aşağıdır. Ona görə də daha soyuq keçər. Yeni oxuyaq. Yay aylarında ən az buxarlanma qabiliyyəti
3-cü məntəqədə müşahidə olunur. Xeyr, görürük ki, burada yay ayında temperatur kifayət qədər var. Temperatur çoxdursa, buxarlama qabiliyyəti də çoxdur. D variantı sualın doğru cavabıdır. 144-ə baxaq. Məntəqələrin illik temperatur qrafiklərinə əsasən hansı nəticəyə gəlmək olmaz? Burada da hansı nəticəyə gəlmək olmaz, onu istəyir. Oxuyaq bir-bir. Yay aylarında ən çox buxarlanma qabiliyyəti 1-ci məntəqədə müşahidə olunar. Burada birinci yox, 3-cü məntəqədə müşahidə olunar. Temperatur 3-cü məntəqədə yay aylarında daha yüksəkdir. Ona görə elə A variantı sualda doğru cavabdır. 145-ə baxaq. Cənub yarımkürəsində antisiklonda küləyin istiqamətini və onun mərkəzində havanın xüsusiyyətini müəyyən edin. Cənub yarımkürəsində antisiklon saat əqrəbinin əksinə hərəkət eləyir. Külək saat əqrəb istiqamətində olmaz. Əksi istiqamətində C variantı doğru cavabdır. Külək saat əqrəbinin əksi istiqamətində kənarlara doğru əsir. Çünki mərkəzdə yüksək təzyiq olur. Mərkəzdə də şəlaitdə yüksək təzyiq qurşağı varsa, enən hava axınlarıdır. Buludsuz havadır. Ona görə də şəlaitət olur. Havanın sakit vəziyyəti olur. 147-ci suala baxaq. Maraqlı sualdır 147. A, B və C məntəqələrinin mütləq hündürlüklərini müqayisə etməyimizi istəyir. A və B məntəqələri arasındakı atmosfer təzyiqini müəyyən edin. Burada baxaq ki, 0 metr verib və ondan sonra 150 metr ikinci horizontalda verib. Biz buradan asanlıqla kəsmə yüksəkliyi tapa bilirik. Kəsmə yüksəkliyi bərabər olur 150 metrə. A və B arasındakı atmosfer təzyiqi fərqini istədiyi üçün ilk öncə A və B arasındakı hündürlük fərqini tapaq. Diqqətli olmaq lazımdır ki, A birinci yox, ikinci horizontalın üstündədir. 1, 2, 3 boşluq var. 3 boşluq varsa, biz 3-ü vurarıq 150-yə, kəsmə yüksəkliyə bərabər olar 450. Təzyiq fərqini tapmaq üçün hər ona bir ses düşdüyünü bilirik. Ona görə də biz ona bölə bilirik. Yəni, bu nə deməkdir? 450-yə olacaq x və biz buradan x-i tapırıq. X bərabərdir 45. Deməli, A və B arasında atmosfer təzyiqi fərqi 45 mm civə sütunu imiş. Qalır A və B variantları. İndi isə hündürlükləri müqayisə edək. A ikinci horizontalın üstündədir. Sayaq ki, B və C hansındadır? Bu dağ sxemidir. A ən aşağıdadır. Daha sonra 1, 2, 3, 4, 5-cidə B verilib. Düşünək ki, B buradadır. C-ni sayaq 1, 2, 3, 4. Yenə C də 5-cidə verilib. Deməli, B və C-nin hündürlüyü eynidir. B və C bərabərdir və dağın zirvəsinə doğru getdiyimiz üçün B və C-nin hündürlüyü A-dan daha yüksək olacaq. Bu da burada C variantında böyükdür işarəsi də A. Sadəcə burada yaxşı düşməyib. C variantı olacaq. B və C bərabərdir. Birlikdə A-dan böyükdürlər. 148-ci suala baxaq. Mütləq hündürlüyü 4000 metr olan A məntəqəsində havanın temperaturu 15 Selsidir. Baxırıq ki, verkişlik kənara doğru çəkilib. Bu dağ formasıdır. Biz də çəkək. A-da mütləq hündürlüyü verib 4000 metr. Havanın temperaturunda 15, -15. Burada mənfi verilib. -15 Selsidir. Kəsmə yüksəkliyi isə 500 metr olarsa, B məntəqəsinin mütləq hündürlüyünü bizdən istəyir və orada havanın temperaturunu sayaq. Görək boşluq neçə dənədir? 1, 2, 3, 4 boşluğumuz var və kəsmə yüksəkliyimiz 500 metrdir. 4-ü biz vurarıq 500-ə. Taparıq ki, 2000 metr. Deməli, A və B arasında 2000 metr hündürlük fərqi vardır. A 4000-dədirsə, 2000 aşağı gələndə B olacaq 2000 metr. B-nin yüksəkliyini tapırıq ki, B 2000 metr yüksəklikdəymiş. Temperatur fərqini tapsaq, 1000-ə 6-dırsa, bu qaydadır, ayıraq. 2000-ə nə qədər olar? X olar. Burada A və B arasında, bu B-dir, onu çox şükür. A və B arasında hündürlük fərqini istədiyimiz üçün biz də tapmışdıq ki, o 2000-dir. Ona görə 2000-ə uyğun tapırıq. O da olur, x bərabərdir 12. Deməli, A və B arasında 12 Selsi temperatur fərqi var imiş. Bizə A-da temperaturun -15 olduğunu deyir. -15 yuxarıda olduğu üçün biz aşağıya doğru gəldiyimiz üçün üstünə gələrik 12-ni. O da bərabər olar -3-ə. Hündürlük fərqini 2000 tapmışdıq. Temperatur isə -3 tapdıq. D variantı doğru cavabdır. 149-a baxaq. Yer kürəsində mütləq maksimum atmosfer yağıntıları hansı dağların ətəklərində düşmüşdür və bunun səbəbi nədir? Bu, hamı bilir ki, Himalay dağlarıdır. Dünyanın ən böyük zirvəsi 8848 metr. Çerapunji məntəqəsinə düşür. Y variantı. Himalay dağlarının cənub ətəkləri, Hind okeanlarından əsən musson küləklərinin təsiri. 150-yə baxaq.
yer kürəsində ən az, burada isə ən az atmosfer yağıntılarının düşdüyü əraziləri müəyyən etməyimizi istəyir. Bu da Cənubi Amerikada yerləşən Atakama səhrasına düşür. Orada hətta duman tutan şəbəkələr də qurulur ki, əhali orada sudan istifadə edə bilsin. Belə şəbəkələr qurulur dağın yamacında. Orada duman tutub suya çevrilir. Atakama səhrası yüksək təzyiq və soyuq okean cəryanı, Peru cəryanının təsiri ilə 151-ci suala baxaq. 151-ci sualda deyir ki, siklon və antisiklona aid olan müvafiq xüsusiyyətləri müəyyən edin. Biz sualı biraz kiçildək. Ya da burada yazaq. Birinci siklondur, ikinci isə antisiklondur və buna uyğun olanları burada tapaq. Mərkəzində alçaq təzyiq yaranır. Bu siklona aiddir. Birinciyə aid olar 1. Mərkəzində yüksək təzyiq antisiklona aiddir. Şimal yarımkürəsində saat əqrəbinin əksinə siklon fırlanır. Cənub yarımkürəsində saat əqrəbinin əksinə antisiklon fırlanır. Mərkəzi hissəsi küləkli, buludlu, yağıntılı siklona aiddir. Mərkəzində aydın, quru hava və şəlakət olur. Bayaq da demişdik. Bu isə antisiklona aiddir. 1-ə olacaq 1, 3, 5, 2, 2, 4, 6, Y variantı. 152-ci suala baxaq. Günəş radiasiyasının miqdarının çox olmasına baxmayaraq, dağların zirvələrində havanın temperaturunun aşağı olmasının səbəbi nədir? Çünki yuxarıya doğru qalxırıq. Yuxarıya doğru qalxdıqca atmosfer sıxlığı azalır. Burada birincidə doğru cavabdır. Bir dəniz səviyyəsindən yuxarıya qalxdıqca atmosferin sıxlığı azalar. Bir də günəş şüaları dağın zirvələrinə daha kiçik bucaq altında düşər. 4 olar. 1, 4 A variantı. Zirvələrdə günəş şüalarının kiçik bucaq altında düşməsi və udulan radiasiyanın az olması dəniz səviyyəsindən yuxarıya qalxdıqca atmosferin sıxlığının azalmasıdır səbəb. 153-cü suala baxaq. Atmosferin ümumi dövranı nədir? Atmosferin ümumi dövranı atmosferdə olan hava kütlələrinin şaquli və üfüqi hərəkətlərinin məcmusudur, yəni cəmidir. B variantı doğru cavabdır. 154. Şərqi və Cənub-Şərqi Asiyada güclü küləklərin, tayfunların yaranmasının səbəbi nədir? Bayaq da bu sual qarşımıza çıxmışdı ki, hansı ərazilərdə yayılıb? Okean və materik arasında kəskin atmosfer təzyiqi fərqindən yaranır. 155-ci suala baxaq. Geotermik pillə uyğunluğu bizdən istəyir. Geotermik pillə suların temperaturunun hər 33 metrdə 1 Selsi dəyişməsidir. 1-ə olar 2. Daha sonra barik pillə. Barik pillə isə təzyiqə aiddir. Atmosfer təzyiqinin hər 10 metrdə 1 mm civə sütunun dəyişməsi 2 aid olacaq 3. Daha sonra aerotermik pillə isə atmosfer temperatura aiddir. Temperaturun hər 100 metrdə 0,6 Selsi dəyişməsidir. Doğrudur A variantı. Biz öyrənmişik 1000 metrdə 6 Selsi düşməyi. Həmçinin də ona bölərək biz 100 metrdə 0,6 düşməsində deyə bilərik. 156-cı suala baxaq. Məsələdə yenə kəsmə yüksəkliyi 200 metr olan sxemdə A və B məntəqələri arasındakı temperatur fərqi istəyir. Baxaq görək A və B arasında neçə boşluq var? 1, 2 boşluq var. 2 boşluq olduğuna görə biz ilk öncə A və B arasındakı hündürlük fərqini tapaq. 2-ni vuraraq 200-ə. Hündürlük fərqimiz olar 400 metr. Bizdə temperatur fərqini istəyir. Temperatur fərqini də 1000-ə 6-dırsa 400-ə x olar. Buradan tapa bilirik. Bu da olar 2,4. D variantı doğru cavabdır. 157-ci sualdan davam edək. Hava kütlələrinin hərəkət sxeminə əsasən daha az yağıntı vermək ehtimalı olduğu məntəqələr müəyyən edin. Baxırıq ki, burada qalxan hava kütlələri verir, bir də enən hava kütlələri verir. Biz bilirik ki, daha az yağıntı vermək enən hava kütlələrinin xüsusiyyətidir. Ona görə 4 və 5-ci məntəqələri götürə bilərik. 158-ci sualda isə bunun əksi olaraq daha çox yağıntı vermək ehtimalı olan məntəqələri soruşur. Buradan da biz 4-5 enən hava olduğu üçün 4-ü 5-i çıxarıq. Qalar D variantı. Qalxan havada isə daha çox yağıntı vermə ehtimalı var. Buludluluq yüksək idi qalxan havada. Ətəyi okean səviyyəsində yerləşən dağın 2660 metr yüksəklikdə atmosfer təzyiqini müəyyən edin. Bir dağ verilib və bunun 2660 metr yüksəklikdə atmosfer təzyiqini soruşur. Ətəyi okean səviyyəsindədir. Okean səviyyəsi 0 metrdir və normal atmosfer təzyiqi 760 mm civə sütunu olur. Biz bunu bildiyimiz üçün bizə bunları qeyd etməyib. 2660 metr hündürlükdə ona bölərək tapırdıq ki,
iki məntəqə arasında 266 mm civə sütunu atmosfer təzyiqi fərqi var. Normal atmosfer təzyiqi 760-dırsa, biz 760-dan yuxarıya doğru gedəndə azalır. Ona görə 266-nı çıxarıb və cavabı taparıq. Cavab olacaq 494 D variantı. 160-cı sual. Dağın yamacında bir dağ verilib. Dağın yamacında 1500 metr yüksəklikdə havanın temperaturu müsbət 9 Selsi verilmişdir. 4000 metr yüksəklikdə havanın temperaturunu, atmosfer təzyiqini, qar xətti hündürlüyünü hesablayın deyir. İlk öncə biz temperaturdan başlayaq. Temperaturu tapmaq üçün 4000 metr yüksəklikdə temperaturu, təzyiqi və qar xəttinin hardan keçdiyini soruşur. 4000 metrdə havanın temperaturunu tapmaq üçün 4000 ilə 1500 arasındakı hündürlük fərqini ilk öncə tapmalıyıq. 4000 ilə 1500 çıxanda qalır 2500. Baxaq ki, 2500-ə temperatur nə qədər dəyişir? Bu olar x 1000-ə də 6 olduğunu bilirik. Buradan x-i tapsaq, 1000-i x-ə vurarıq, 6-nı 2500-ə vurarıq və bölərik. Bu da olacaq deməli 15. Yəni 1500-dən 4000-ə qədər 15 Selsi temperatur dəyişmişdir. 1500-də temperaturun müsbət 9 olduğunu bilirik. Yuxarıya doğru getdikcə temperaturun düşdüyünü də bilirik. Müsbət 9-dan çıxarıb 15-i, o da olar -6. Biz deməli 4000-də temperaturun -6 olduğunu tapırıq. Buradan cavabları çıxsaq qalır A və C variantı. İndi isə biz təzyiqi ikinci tapmalıyıq. Təzyiq normal atmosfer təzyiqi 760 mm civə sütunudur. Yəni dağın ətəyində 760 mm civə sütunudur. Bizdə isə dağın 4000 metr yüksəkliyində soruşur. 4000 metr biz yuxarı qalxmışıqsa atmosfer təzyiqi deməli 400 mm civə sütunu dəyişmişdir. Ona bölürük, tapırıq ki 400 mm civə sütunu dəyişmişdir. Normal atmosfer təzyiqi 760 mm civə sütunudursa və biz yuxarıya doğru 400 dəyişmə baş verirsə, bu da olacaq 360. Olur 360. Cavabımız qalır C variantı, amma biz qar xəttində tapmalıyıq. Bunu da yolunu deyək. Qar xətti isə 0 Selsi temperaturda olur. Bizdə 1500 metr yüksəklikdə temperaturun 9 olduğu deyilmişdir. Təzədən çəkək dağımızı, qarşılıq olmasın. 1500-də müsbət 9-dur. Bizdən qar xəttini soruşur. Qar xətti isə 0 Selsi temperaturda olmalıdır. Burada hündürlüyü nə qədərdir onu tapaq. 9 Selsidən 9 çıxmalıyıq ki, 0-a gəlib çata bilək. Baxaq görək nə qədər qalxmalıyıq ki, temperatur 0-a düşsün. 1000 metrdə 6 dərəcə düşürsə, 9 dərəcə düşmək bizə lazımdır. Bu da olar x. Buradan x-i tapsaq, 9-u 1000-ə vurub 6-ya bölərik, olar 1500. Deməli, biz 1500 metr yüksəklikdən 1500-ə qalxmalıyıq ki, temperaturumuz 0-a düşsün. Yəni, biz qar xəttinə çataq. O da olur 1500 üstə 1500, 3000 metr yüksəklikdə müşahidə olunar, olur C variantı. 161-ci sualda diaqram verib, Eylirvin diaqramı birinci siklonlar haqqında yazılıb, ikinci antisiklon, üçüncü isə ortaq cəhətlərini istəyir bizdən. Variantlara baxaq. Atmosferin qapalı alçaq təzyiq sahəsində yaranır. Bu olacaq siklona uyğun, alçaq təzyiqdən yüksək təzyiqə doğru havanın yer dəyişməsi siklon. Şimal yarımkürəsində saat əqrəbi hərəkəti istiqamətinin əksinə yönəlir. Əksinə yönəlir dediyi üçün bu da siklona aid olacaq. Biri olacaq A, B. Variantımız Y variantı qalır, yenə də baxaq. İkinciyə olacaq antisiklona uyğun olanlar. Hava aşağı endiyinə görə doyma vəziyyətinə uzaqlaşır və yağıntı vermir, doğrudur. Mərkəzində sakit hava, şəlakət olur, bu da doğrudur. Üçüncüdə isə ortaq cəhət kimi C götürülür. Yerin öz ox ətrafında hərəkəti ilə əlaqədar şimal və cənub yarımkürəsində fərqli istiqamətdə yönlənir. Bu da doğrudur ortaq cəhət olaraq. Deməli, biri oldu A, B, ikili oldu D, Y, üçü isə C. 162-ci suala baxaq. Sxemi tamamlamamızı istəyir. Havadan düşən yağıntılar, bir də buluddan düşən yağıntıları verib. Havadan düşən yağıntılara aiddir. Qrov, sırsıra, şeyh. B variantı. Şeyh, qrov, sırsıra havadan düşən yağıntılara uyğun olacaq. Buluddan düşənlər isə yağış, qar, dolu uyğundur. 163-cü suala baxaq. Yenə bizə Eylirvin diaqramı verib. Birinci passat küləkləri, ikinci qərb küləkləri, üçüncü isə ortaq cəhəti istəyir. Birinci baxaq ki, il ərzində istiqamətini dəyişmir. Hər iki külək il ərzində istiqamətini dəyişməyən külək, daimi küləklərdir. Bir uyğun gələcək 3-ə. Daha sonra şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə doğru əsir. Bu uyğun gələcək birinciyə, yəni passata. Daha sonra yüksək təzyiq qurşağından alçaq təzyiq qurşağına doğru havanın yüksək təzyiq qurşağından alçaq təzyiq qurşağına doğru əsir. Bu olacaq hər ikisinə aid. Külək ümumiyyətlə yüksək təzyiq qurşağından alçaq təzyiq qurşağına doğru əsir. Bu da olar
C variantı. Digərlərinə də baxaq. Avrasiyada Ural dağlarına qədər bol yağıntı gətirir. Bu qərb küləklərinin xüsusiyyətidir. İkinciyə 4-cədə tropik enliklərlə mülayim enliklər arasında formalaşır. Bu da qərb küləkləridir. Tropik enliklərdən mülayim enliklərə doğru əsən küləklərdir qərb küləkləri. Sonra Braziliya və Kongoya təsir göstərir. Bu olar passatlar. Passatlar isə tropiklərdən mülayimlərə əsən küləklərdir. İstiqamətləri də bu cürdür. Olacaq C variantı. 163-cü suala baxaq. Burada isə mussonlar verilib. Mussonlar mövsüm küləklərdir. Materik və okean arasındakı təzyiq fərqindən yaranan küləklərdir. Birinci, ikinci, üçüncü qeyd edək. Mövsüm küləklərdir. Hər ikisi mövsüm küləklərdir. Daha sonra okeandan quruya doğru əsir. Okeandan quruya doğru əsən yay mussonu olacaq. Bu 1-ə uyğun gələr. 2 1-ə gedər. Şərqi və Cənub-Şərqi Asiyada daha güclü təsir göstərir. Ora daha güclü təsir göstərir. Bu isə hər ikisinə aiddir. Elə variantımız çıxır, A variantı qalır. Digərlərini də oxuyaq. Rütubətli hava şəraiti yaradır. Bu yay mussonlarıdır. Daha sonra az yağıntı verir və materikdən okeana doğru əsir. Bu isə qış mussonlarına aiddir. 4-dən 6 isə qış mussonlarına aiddir. A variantı sualın doğru cavabıdır. 65-ci suala baxaq. Bayaqlar bunu dağ yamacında izah eləmişdik. İndi isə başqa sxemdə verilib. Deyir ki, yağıntı düşmə ehtimalı az və yağıntı düşmə ehtimalı çox olan sxemləri müəyyən edin. Burada yağıntı düşmə ehtimalı birinci az olan istəyir. Az olan deyirsə, biz havanın enən hərəkətini götürərik. Havanın enən hərəkəti 2 və 4-cü məntəqələrdədir. Yağıntının çox olması isə havanın qalxan hərəkətində. Baxın, burada sxemdə qalxan hərəkət göstərilib ox istiqaməti ilə. Havanın qalxan hərəkətində mümkündür. O da olur B variantı. 166. Eyler-Winn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Mussonlar və brizlər verilib, onlar haqqındakı xüsusiyyətləri seçməliyik. Mussonlar il ərzində istiqamətini yayda və qışda 2 dəfə dəyişən küləklərdir. Brizlər isə gecə və gündüz, yəni sutka ərzində istiqamətini 2 dəfə dəyişən küləklərdir. Birincidə deyir ki, fəsillər üzrə su və quru üzərində atmosfer təzyiqi fərqindən yaranır. Bəli, fəsillər üzrə dediyi üçün bunu mussonlara aid götürürük. Daha sonra ritmiklik qanuna uyğunluğuna aid edilir. Bu hər ikisinə aiddir. Yalnız şimal yarımkürəsində formalaşır. Bu mussonlara aiddir. Mussonlar yalnız şimal yarımkürəsində materiklərin şərq tərəfində formalaşır. Bu olacaq birinciyə. 1-3 birinciyə aid olacaq. Bizim variantımız qalır B variantı. Digərlərini də oxuyaq. İri su hövzələri sahillərində sutqalıq əsən küləkləri bu brizlərə aiddir. Xəzər dənizinin sahil zonalarında özünü göstərir. Bu da brizlərə aiddir. Su və quru üzərində arasındakı təzyiq fərqindən yaranır. Su və quru dediyi üçün bunu hər ikisinə aid götürürük. Variantımız olur B variantı. 167-ci suala baxaq. Cədvəldə qonşu quru və dəniz səthləri üzərində müəyyən günlərdəki temperaturlar verilmişdir. Hansı gündə külək daha sürətli əsmişdir? Hansı gündə temperatur fərqi daha çoxdursa, həmin gündə külək də sürətli olar. Burada baxırıq ki, 25-dən 21 çıxıb 4 qalıb, 19-dan 6 çıxıb 5 qalıb, daha doğrusu 3 qalıb, üzrlü sayı 24-dən 15 çıxıb, burada 9 qalıb, 15-dən 10 çıxıb 5 qalıb, 17-dən 11 çıxıb 6 qalıb. Burada ən çox 3-cü məntəqədə olur. O da olar A variantı. 168-ə baxaq. Maraqlı sualdır. Burada biz variantlarla işləməliyik bu məsələni. Sxemə əsasən M nöqtəsinin mütləq hündürlüyünü, M-in mütləq hündürlüyünü bizdən soruşur, bilmirik. Sual işarəsi qoyaq. K və M nöqtələri arasındakı temperatur fərqini hesablamamızı istəyir. K və M nöqtəsi arasındakı temperatur fərqini. Biz bunu birbaşa hesablaya bilmirik, çünki M nöqtəsinin hündürlüyünü bilmirik. Amma biz ikinci horizontalla 1000 yazılan horizontal arasındakı fərqdən kəsmə yüksəkliyi tapa bilərik. 1000-dən 400-ü çıxsaq, qalar 600 və 600-ü boşluqların sayına bölsək 1, 2, 3. 400-lə 1000 arasında 3 boşluq var. Boşluqların sayına bölsək taparıq ki, kəsmə yüksəkliyi 200 metrmiş. Kəsmə yüksəkliyi 200 metrdirsə, K məntəqəsinin hündürlüyünü tapa bilirik. K 200 metr imiş. Bunu tapa bilirik. K məntəqəsinin hündürlüyünü tapdıqdan sonra variantlara baxaraq, çünki kəsmə yüksəkliyini artıq bilirik. Kəsmə yüksəkliyi 200 metrdirsə, 1000-dən sonra gələn horizontalın 1200 olmalıdır. M də horizontalın üstündə olmadığı üçün 1200-dən daha kiçik olmalıdır. 1200-dən daha kiçik olmalıdırsa, C və Y-ni çıxarıq variantlardan.
Qalar A, B, D variantları. İndi isə temperaturla işləyək. B-yə baxsaq, B-də yazılıb 1100. 1100 əgər M-in hündürlüyüdürsə, biz M-dən K-nı çıxıb temperaturu tapa bilərik. M-dən 1100-dən çıxsaq 200-ü, K-nı 200 tapmışdıq. Bu olacaq 900. 900-ə temperatur nə qədər dəyişər? 1006-dırsa 900-ə 1006-dırsa 900-ə x dəyişər. Buradan da 1006 olduğunu biz bilirdik. X bərabərdir 5.4 olar. Amma burada isə 6 yazıb. Deməli, B variantı da səhvdir. Eyni qayda ilə D variantını da yoxlaya bilərik. 1115-dən çıxarıq K-nın olduğu hündürlüyü, yəni 200-ü. Çünki aradakı temperatur fərqini istəyir. Deməli, buradan da çıxanda qalacaq 915. Yenə 1000-ə 6 Selsi idisə, 915-ə x olar. X-i də buradan taparıq. Təxminən 5.5. Burada isə 4.8 verib. Deməli, bu da səhvdir. A variantı sualın doğru cavabıdır. Amma biz yenə də yoxlayaq. 1150 verib hündürlüyü. 1150-dən biz 200-ə çıxsaq, qalar 950. Biz həqiqətən də yoxlasaq ki, 1000 metrə 6 Selsi düşürsə, 950-yə nə qədər olar? X olar. Biz buradan X-i tapsaq, o olacaq 5.7. Sualın da doğru cavabı olar A variantı. 169-cu suala baxaq. Burada bir yeni səhifə açaq özünüz üçün. 169-cu suala baxaq. 169-cu sualda deyir ki, sutkalıq temperatur amplitudunun böyük və daha kiçik olduğu əraziləri istəyir bizdən. Bayaq da qeyd elədik ki, sutkalıq temperatur amplitudu tropik ərazilərə yaxın olan yerlərdə daha yüksək olur. Burada da olar 25 şimal enliyi tropikə daha yaxındır. Elə 1-ə olacaq, daha böyük olan istəyirsə 1-ə 4 olar B variantı. Yenə baxaq ikinciyə. İkincidə isə daha kiçik olan istəyir. Daha kiçik isə ekvatoriya yaxın olan 3 dərəcə cənub enliyi ekvatora daha yaxındır. Olur B variantı 170. İllik temperatur amplitudunun daha kiçik, daha böyük olduğu. Daha kiçik olar yenə ekvatorda. Ekvatora yaxın və ekvatorial ərazidə olacaq 2 dərəcə şimal enliyi. Daha böyük olar mülayim enliklərdə. O da olacaq 5. 1-ə 4, 2-yə 5. 171-ci suala baxaq. A və B nöqtələri eyni mütləq hündürlüyə malik olsa da, zirvə ilə temperatur fərqinin müxtəlif olmasının səbəbi nə ola bilər? Deməli, burada yamaç fərqi olacaq. Yamacların meyilliyi müxtəlifdir. Zirvə ilə temperatur fərqinin müxtəlif olmasının səbəbi dağın şimal və cənub yamaclarında yerləşir. A məntəqəsi bir yamacında, B məntəqəsi isə digər yamacında yerləşdiyi üçün burada zirvə ilə temperatur fərqi müxtəlif olacaq. B variantı. 172-ci suala baxaq. Sxemdə verilən D və Y məntəqələri arasında temperatur fərqi 2,7 Selsi olarsa, hansı məntəqələr arasında hündürlük fərqi 1350 metr olar? D və Y arasında bizə deməli temperatur fərqini verir. Biz də temperatur fərqini tapmaq üçün 1000-ə 6 olduğunu bilirik. 2,7 veribsə tapırıq 2,7-yə nə qədər imiş. Bunu tapsaq biz buradan kəsmə yüksəkliyi də tapa bilərik. 2,7-ni vurarıq 1000-ə, bölərik 6-ya. O da olar 450. Yəni D və Y arasında 450 metr hündürlük fərqi var imiş. Deyir ki, hansı məntəqələr arasında hündürlük fərqi 1350 metr olar? 1350 metr olar. Biz 1350-ni bölək 450-yə. Belə daha rahat tapa bilərik. Bu bərabərdir 3 dəfə olacaq. Yəni 3 boşluq olmalıdır həmən məntəqə arasında. A və C arasında 2 boşluq var. Görürük ki, 2 boşluq var. A-nı biz gətirib burada yaza bilirik. Sonra A və Y arasında 1, 2, 3, 4 boşluq var. Olmaz. B və D arasında
B və D arasında yenə 2 boşluq var. O da olmaz. B və Y arasında 3 boşluq var. Sualın doğru cavabı da olar. Bizə də 3 lazım idi onsuz da. B və Y. Daha sonra 173-cü suala baxaq. Sxemdə verilən A və D məntəqələr arasında hündürlük fərqi 2100 metr olarsa, hansı məntəqə, burada isə əksini veribdir. Hansı məntəqə arasında temperatur fərqi 8,4 Selsi olar. A və D məntəqəsi dediyi üçün biz boşluqların sayını tapaq ilk öncə. 1, 2, 3. 3 boşluq var A və D arasında. 2100-ü biz 3-ə bölərək tapa bilirik ki, kəsmə yüksəkliyi nə qədərdən 1 keçirmiş? Tapırıq ki, 700 metrdən 1 keçirmiş. Və biz bilirik ki, hər minə temperatur 6 düşür. 8,4 düşmək üçün biz nə qədər hündürlük fərqi lazımdır? 8,4-ü vurarıq minə, bölərik 6-ya. O da olar 1400. X bərabərdir 1400. Yəni 2 boşluq. 2 boşluq olduğunu hardan tapırıq? Kəsmə yüksəkliyi tapmışdıq 700. 1400-ü bölərik 700-ə. O da olar 2. Deməli, 2 boşluq olan cavab doğru cavab olacaq. Burada A və B-yə baxaq. A və B-də 1 boşluq var. F və D-yə baxaq. F və D-də 2 boşluq var. Elə doğru cavab da olacaq F və D. 2 boşluq olduğu üçün. 174-ə baxaq. Sual tam görsənmir. Burada birinci, ikinci sxem var. Temperaturun sutkalıq gediş qrafiklərinin xəritə sxemə uyğun gəldiyi məntəqələri müəyyən edin. Birincidə sutkalıq temperatur daha çoxdur. Fərq daha çoxdur daha doğrusu. Burada olacaq tropiklərə yaxın ərazilər götürərik. B və C olar. İkincidə isə ekvatora yaxın ərazilər götürərik. D və A olar. Variant olar A variantı. 175-ə baxaq. Biraz bunu kiçildək. Daha aydın görək. Havanın su buxarı ilə doyma həddinin temperaturdan asılı qrafikini müəyyən edin. Burada doyma həddinin su buxarı artdıqca doyma həddi də artar. Doyma həddinə yaxınlaşar. Düz mütənasib olar. O da olar C variantı. 176. Xəritə sxemdə rəqəmlərlə göstərilən ərazilərlə bağlı uyğunluğu müəyyən edin. Birinci məntəqəyə baxaq. Cavabları oxuyaq, daha sonra məntəqələri uyğunlaşdıraq. Sutkalıq və illik temperatur amplitudu çox kiçikdir. Sutkalıq temperatur amplitudu, illik temperatur amplitudu çox kiçik olur ekvatorial enliklər üzərində. O da olacaq 2-yə uyğun. 2-yə A olacaq. Yazaq bura. Daha sonra alçaq atmosfer təzyiqində yerləşir. İllik temperatur amplitudu böyükdür. Bu olacaq 4-cü məntəqəyə uyğun B variantı. Mülayimliyə düşür. 22 dekabrda Şagüllü dirəyin kölgəsi olunur. Bu isə 23.5 cənub tropiki üzərində olar. Olacaq C variantı 3-cüyə. Şimal-şərq passat küləşləri bu enliklərdən başlayır. Bu da 23.5 şimal tropiki üzərindədir. Bu isə olacaq D birinciyə. B, deməli D, A, C, B. D, A, C, B, B variantında uyğun cavab var. 177-ci suala baxaq. Sxemdə B nöqtəsinin atmosfer təzyiqi, biz burada dağımızı çəkək. B nöqtəsi verilib və A nöqtəsi verilib. Bizə B nöqtəsinin atmosfer təzyiqinin 445 mm cəstin olduğunu deyir. Havanın temperaturu isə -2,4 Selsidir. A nöqtəsi okean səviyyəsindədirsə, bax bu sözə diqqət eləməliyik, okean səviyyəsindədirsə, orada havanın temperaturunu bizdən soruşur. Biz birbaşa temperaturu tapa bilmərik. Burada ilk öncə biz təzyiq fərqini tapmalıyıq. Biz də bilirik ki, qayda olaraq okean səviyyəsində normal atmosfer təzyiqi 760 mm civəstundur. Yəni A nöqtəsində atmosfer təzyiqi 760 mm civəstundur. Əgər burada 760, burada da 445-dirsə, biz aradakı hündürlük fərqini tapa bilərik. 760-dan çıxarıq 445-i, qalar 3150. 315 daha doğrusu, birbaşa dedim mən. Bunu da
hündürlüyə çevirmək üçün 10-a vururdu. O da olar 3150 metr. Deməli, A və B arasında 3150 metr hündürlük fərqi var. İndi biz hündürlük fərqini bildiyimizə görə temperaturu artıq hesablaya bilərik. 1000 metrə 6 Selsi düşürdüsə, 3150 metrə temperatur necə dəyişəcək? Buradan x-i tapsaq, x eləyər 18,9. Deməli, A və B arasında 18,9 Selsi temperatur fərqi varmış. B-də temperaturu verib -2,4. Ona görə də biz -2,4-ün üstünə gəlirik. Çünki aşağıya doğru gəldikdə temperatur artar. 18,9-u üstünə gəlirik. O da olur 16,5. A variantı. 18-ci sual, 178-ci suala baxaq. 18 nə idi? 178-ci suala baxaq. Burada sxem verilib bizə. Hava axını istiqaməti verilib. Su və quru səthi verilib. Sxem görəndə uşaqlar qorxmayın. Sadəcə sxemi oxumağı bacarın ki, sxemdə sizdən nə istəyir? Adətən uşaqlar sxem görəndə, məsələ görəndə qaçırlar ki, bunu həll etmək olmayacaq. Oxuyaq görək sxemdə bizə nə deyir? Sutka ərzində. Burada diqqət elədiyimiz söz, eləməli olduğumuz söz sutka ərzində sözü olmalı. Sutka ərzində baş verən atmosfer hadisəsini və onun səbəbini müəyyən edin. Bizə verib su və quru səthi. Sutka ərzində də hava axını verib. Yəni bu küləkdir, amma hardan hara əsir? Sutka ərzində sudan quruya doğru əsdiyini verdiyi üçün sudan quruya doğru da gündüz brizi olar. Bu da gündüz qurunun daha tez qızmasıdır səbəb. Gündüz brizi, quru gündüz daha tez qızır. Su isə daha gec qızır, ona görə də gündüz sudan quruya doğru əsir külək. 179-a baxaq. Burada isə materik və okean üzərində verib və il ərzində deyir. Biz də il ərzində istiqamətini 2 dəfə dəyişən külək mussonları demişdik. Materik üstündən okean üstünə əsdiyi üçün bu qış mussonu olacaq. Qış mussonu okean səthi üzərində alçaq təzyiq sahəsinin olması A variantı ilə doğru cavabdır. 180-ə baxaq. Nisbi hündürlüyü 4500 metr olan dağın ətəyində havanın temperaturu 10 Selsidir. Bir dağ çəkək. Bu dağın nisbi hündürlüyü 4500 metr verib bizə. Ətəyində temperaturu 10 Selsi verib. Atmosfer təzyiqini isə 759 millimetr civə sütunu vermişdir. Zirvədə atmosfer təzyiqini bizdən soruşur və havanın temperaturunu soruşur. Biz zirvədə atmosfer təzyiqini asanlıqla tapa bilərik. Çünki hündürlük fərqi bilirik 4500-dür. 4500-dürsə biz bunu 10-a bölərək tapırıq ki, atmosfer təzyiqi fərqi 450 imiş. 759-dan da 450-ni çıxdıqda nə qədər fərq qalır? 309. Deməli, ətək ilə zirvə arasında 309 mm civə sütunu atmosfer təzyiqi fərqi var imiş. Bunu tapdıq. İndi isə temperaturu tapaq ki, zirvədə temperatur nə qədərdir? Əgər ətəkdə temperatur 10-dursa, biz də 4500 metr yuxarı qalxmışıqsa, 1000-ə 6 düşürsə, tapırıq ki, 4500-ə nə qədər düşər? Bunun üçün biz 4500-ü vururuq 6-ya, bölürük 1000-ə. O da bərabərdir 27. Deməli, yuxarıya doğru getdikcə 27 Selsi temperatur dəyişmişdi və ətəkdə bizə müsbət 10 Selsi olduğunu demişdi. Ondan çıxarıq 27-ni, bərabər olar -17. 309 mm civə sütunu və -17. Sualın cavabı olur D variantı. 181-ci sualda deyir ki, sxemə əsasən okean səviyyəsinin hansı yüksəkdə havanın temperaturu -4 olar. Bizə hündürlüklər verilib və havanın temperaturu verilib ətəkdə. Bir dağ çəkək, ətəyində qeyd edək ki, havanın temperaturu müsbət 20 dərəcədir. Bizə deyir ki, biz nə qədər qalxsaq, havanın temperaturu -4 olar. Bunu da tapmaq üçün biz ilk öncə temperatur fərqini tapmalıyıq. 20-dən çıxarıq -4-ü, bərabər olar 24-ə. Deməli, temperatur fərqi 24 Selsidir. 24 Selsi temperatur fərqi olmaq üçün nə qədər yüksəkliyə qalxmalıyıq? 1000-ə 6 düşürsə, tapırıq ki, 24-də nə qədər olar? Buradan da x bərabərdir 4000 metr. Variant olur A variantı. Yəni biz 4000 metr ətəkdən zirvəyə doğru qalxmalıyıq ki, temperatur -4 olsun. 182-ci suala baxaq. Dağın ətəyində bir dağ verilib. Dağın ətəyində 1000 metr hündürlükdə atmosfer təzyiqi 660 mm civə sütunu verilmişdi. Bizə dağın ətəyində 1000 metr yüksəklikdə atmosfer təzyiqini verib. 660 mm civə sütunu.
Dağın nisbi hündürlüyünü 4000 metr verilmişdi. Bu dağın zirvəsində atmosfer təzyiqini və dağın mütləq hündürlüyünü müəyyən edir. Bizə dağın nisbi hündürlüyünü verilib, mütləq hündürlüyünü istəyir. Nisbi hündürlüyü iki nöqtə arasında olan hündürlükdür. Buradan bura qədər olan hündürlük. Mütləq hündürlük isə okean səviyyəsindən olan hündürlükdür. Görürük ki, burada 1000 metr yüksəklikdə deyir. Yəni 1000-dən aşağı da bir hündürlük fərqi var. Bu da olacaq 1000 metr. Bax ki, bura A-dırsa, bura B-dirsə, A-dan B-yə qədər 1000 metrimiz də var. Deməli, bizim dağımızın mütləq hündürlüyü A-dan zirvəyə qədər 5000 metr imiş mütləq hündürlük. Çünki burada 1000 var, 4000 üstünə 1000 gəlsə, olar 5000. Və okean səviyyəsindən hesabladığımıza görə, okean səviyyəsindən normal atmosfer təzyiqinin 760 mm civə sütunu olduğunu bilirik. 5000 metr yuxarı qalxmışıqsa, 1-0 silərik, bunu ayıraq. 500 mm civə sütunu atmosfer təzyiqə fərqi olduğunu müəyyən edərik. 760-dan da 500-ü çıxanda qalır 260 mm civə sütunu. Mütləq hündürlüyümüzü tapdıq ki, 5000 metrdir. Təzyiq fərqimizi də tapdıq ki, 260 olacaq. Daha doğrusu təzyiqi tapdıq zirvədə. Bu da olacaq A variantı. 183-cü suala baxaq. Temperaturu müsbət 20 Selsi olan 1 metr kub havanın mütləq rütubətliliyi 10,2 qramdır. Havanın doyması üçün 17 qram su buxarı tələb olunduğunu bilərək havanın nisbi rütubətliliyini müəyyən edin. Nə deməkdir? 20 Selsi temperaturda 1 metr kub hava maksimum 17 qram su saxlaya bilir. Əgər maksimum 17 qram saxlaya bilirsə, deməli bu bizim 17-miz olacaq 100%. Bax, çaşmırıq. 17, 20 Selsidə olur. 17 qram 20 Selsidə olur. Bu, bunun maksimumudur. Bizə deyir ki, 10,2 qram su buxarımız var. Daha doğrusu yerlərini səhv yazdıq. 10,2-ni qramın altında yazarıq. Faizi isə soruşur. Nisbi rütubətlilik faizlə olandır. X-i soruşur bizdən. X bərabərdir 10,2-ni vurarıq 100-ə, bölərik 17-yə. O da olar 60%. B variantı. Sualın doğru cavabıdır. Daha sonra 184-cü suala baxaq. 184-cü sualda, bu da işarəliyim variantı. 184-də deyir ki, müsbət 10 Selsi temperaturda doyma üçün 9 qram su buxarı lazımdır. Yəni, müsbət 10-da maksimum hava 9 qram su buxarı saxlaya bilir. Havanın nisbi rütubətliyi 50%dirsə, 1 metr kub olan faktik və doyma üçün çatışmayan su buxarının miqdarını soruşur. 9 maksimumdursa 9 olacaq 100 və deyir 50% isə nisbi rütubətlilik. Biz baxarıq ki, nə qədər su var. X bərabərdir 4,5. 4,5 qram deməli su var. Və deyir ki, nə qədər çatmır. Yarısı varsa deməli yarısı da çatmır. 4,5 qram da çatmaz. Olacaq C variantı. 185-ci suala baxaq. Temperaturu 30 Selsi olan havanın tam doyması üçün 30 qram su buxarı lazımdır. Bu temperaturda havanın nisbi rütubətliyi 36% olarsa, doyma üçün çatışmayan su buxarını tapın. Doyma üçün deyirsə, biz bilirik ki, maksimum 30 Selsi temperaturda 30 qram su buxarı olur. Bu maksimum 100%-dir. Əgər maksimum 100%-dirsə, bizdə də 36% nisbi rütubətlidir. Biz 100-dən 36-nı çıxıb, doyma həddi üçün lazım olan tapa bilərik. 64% doyma üçün lazımdır. Əgər 30-100%dirsə, biz buradan 64%-i rahatlıqla tapa bilirik. X də bərabərdir. 64-ü vurarıq 30-a, bölərik 100-ə. Olacaq 19,2. Olur 19,2 Y variantı. Sxemdə verilən A məntəqəsində saat 12:00-dur. Havanın ən aşağı temperaturunu müşahidə olunacağı məntəqəni müəyyən edin. A məntəqəsi Qrinviç üzərindədir. Qrinviç üzərində saat 12:00-dur. Ən aşağı temperatur isə günəş çıxmazdan əvvəl olur. O da təxminən olacaq 6 saat əvvəl. Bərabərdir 6 saat. Deməli, A ilə həmən məntəqə arasında 6 saat vaxt fərqi var. Biz də bilirik ki, 1 saatımız 15 dərəcədir. 1 saatımız 15 dərəcədirsə, baxaq ki, 6 saata bu nə qədər dərəcə fərq yaranır? X bərabərdir 90 dərəcə. Günəş çıxmazdan əvvəl olduğu üçün biz geriyə, yəni qərbə doğru getməliyik. 90 dərəcə qərbə getsək, məntəqəmiz olacaq Y məntəqəsi, variant isə A variantı. 187. Sxemdə verilən A məntəqəsində saat 11:00-dur. Üzrlük sayın. Saat 11:00-dur. Bu zaman havanın ən yüksək temperatur müşahidə olunduğu məntəqəni müəyyən edin. 11:00 15 dərəcə şərq uzunluğu üzərindədir.
15 dərəcə şərq uzunluğu üzərində saat 11:00-dur. Ən yüksək temperatur isə günortadan 2 saat sonra olur. Yəni təxminən saat 14:00-da. Biz də 14:00-dan 11:00 çıxsaq 3 saat fərq olacaq. 3 saat fərq olduğu üçün biz yenə bilirik ki, 1 saatımız 15 dərəcədir. 3 saatımız neçə olar? 3-ü 15-ə bölərik. Tapırıq ki, 45 dərəcə fərq olmalıdır. 15 dərəcə şərq uzunluğunun üstünə gələrik 45 dərəcənin, yəni 45 dərəcə biz şərqə doğru gedib, gələrik 60 dərəcə şərq uzunluğunun üstünə. 60 dərəcə şərq uzunluğu da Y məntəqəsidir. Bu olacaq A variantı. A nöqtəsinin mütləq hündürlüyü 4250 və havanın temperaturu 15 Selsidir. Bu sual biraz uzun sualdır, ona görə mərhələli şəkildə eləyək. Deməli, A nöqtəsinin mütləq hündürlüyünü verib 4250 və oradakı temperaturu verib 15 Selsi. Kəsmə yüksəkliyini də verib 500 metr. B nöqtəsinin mütləq hündürlüyünü və B-dəki havanın temperaturunu bizdən istəyir. Biz əvvəlki dərsləri yadımıza salıb daxili horizontalın qiymətini tapa bilirik. A-nın hündürlüyü 4250-dirsə, kəsmə yüksəkliyi də verilibsə, daxili horizontalı asanlıqla tapmaq olar. Birinci mərhələdə 4250-ni bölərik biz 500-ə, o da olar 8. 4250-nin 5-ə tam bölünən ən böyük rəqəmi götürürük, 4250-yə yaxın olan, o da olur 4000 və yaxud da ki, 8-i 500-ə vuraraq da tapa bilərik ki, daxili horizontalın qiyməti oldu 4000 metr. Biz daxili horizontalın qiymətini tapdığımız üçün, baxın uşaqlar, daxili horizontal, bir dəqiqə, bu A-dan sonra olan ilk horizontaldır. Daxili horizontal 4000-dirsə, biz B-ni tapa bilərik. Boşluqların sayını tapaq. 4 boşluq var. 4 boşluğu biz ikinci mərhələdə vurarıq 500-ə, yəni kəsmə yüksəkliyi olar 2000. Daxili horizontaldan çıxarıq 2000-i, B-ni taparıq. Daxili horizontal 4000-dir. 4000-dən də biz çıxırıq 2000-i, olur 2000. Bərabərdir 2000. B-ni tapdıq ki, B 2000 metr hündürlükdədir. Daha sonra B-də olan temperaturu bizdən istəyir. Bunu bir dağ üzərində biz təsvir eləyək yenidən. A məntəqəsi verilib 4250-də və biz B nöqtəsini tapdıq. B nöqtəsi də verilib 2000-də. Biz yenə əvvəlki qaydaya əsasən aradakı hündürlük fərqindən temperaturu tapa bilərik. Aradakı hündürlük fərqi olur 2250 metr. Əgər 1000 metrə 6 Selsi düşürdüsə, tapırıq ki, 2250-yə nə qədər dəyişər? Bu da olur X. Burada X də bərabərdir. Olacaq 13,5 Selsi. Deməli, ətək ilə zirvə arasında, bax, burada temperatur fərqi 13,5-dir. İndi tapaq ki, necə olub? 13,5 dəyişib. Biz zirvədə -15 olduğunu burada qeyd edib. Baxın, burada mənfi var, sadəcə tam görsən. -15 olduğunu qeyd edib və zirvədən ətəyə doğru gəldə temperatur artacaq. Üstünə gəlirik 13,5-ə, o da olar -1,5. Hündürlüyü tapmışdıq. B-nin hündürlüyünü tapmışdıq ki, 2000 metrdir. Temperatur da tapdıq ki, -1,5 olacaq. 188-də sistemdə verilən A məntəqəsindən əsən küləklər hansı məntəqələrdə havanın temperaturunu aşağı salar? Burada qütbyanı ərazilərdən gələn küləklər havanın temperaturunu aşağı salar. Yəni yüksək enliklərdən alçaq enliklərə, aşağı enliklərə doğru daha doğrusu. 52 şimal enliyindən üzü aşağı. Burada təxminən olacaq, təxminən deyəndə 6-cı və 4-cü məntəqələrdə olacaq B variantı. Qütbdən gələn küləklər soyuq olduğu üçün havanın temperaturunu aşağı salar. 190-a baxaq. Sxemdə verilən B məntəqəsindən əsən küləklər hansı məntəqələrdə havanın temperaturunu qaldırır? Burada isə tropikdən gedən, yəni aşağı enliklərdən gedən havalar temperaturu yuxarı qaldırır. 1-ci və 5-ci məntəqələr olar. Y variantı. 191-ə baxaq. A nöqtəsində atmosfer təzyiqi 650 mm civə sütunudur. Kəsmə yüksəkliyi də verib 150 metr. Müvafiq olaraq B və C nöqtələrində atmosfer təzyiqini soruşur bizdən. Bizdə A nöqtəsində verilib aşağıda və yuxarıya doğru deyir ki, atmosfer təzyiqini tapan. Bu baxırıq ki, dağ formasıdır. Deməli, A-dan C-yə bir boşluq var. Ona görə də kəsmə yüksəkliyi olduğu kimi qalacaq.
150 metr veribsə, bunu 10-a bölərək biz atmosfer təzyiqini də tapa bilərik. 15 Selsi artmalıdır, çünki ətəyə doğru gəlir. Əgər A-da 650-dirsə, 650-nin üstünə gələrik 15-i, olar 665. Deməli, C-də olacaq 665. B-də isə içi boşluq var. İçi boşluğu vururuq 150-yə. 2 vurulsun 150 olur 300. Buradan da təzyiqi tapmaq üçün 10-a bölürük. Olur 30. 650-nin də üstünə 30. Daha doğrusu 650-dən çıxarıq 30. Çünki yuxarı qalxırıq. O da olar 620. B variantı. 192. Sxemə əsasən A və B nöqtələri arasında hündürlük və temperatur fərqini müəyyən edin. Təzyiq fərqləri burada verilib. Ona əsasən biz hündürlük fərqini tapa bilərik. Temperatur fərqini də hündürlük fərqinə əsasən tapa bilərik. İlk öncə tapaq ki, təzyiq nə qədər fərqlənib. 650 A məntəqəsi, 350 isə B məntəqəsi verilib. Fərqi tapsaq, bərabərdir 300 mm civə sütunu. Onu da 10-a vuraraq biz hündürlük fərqini tapa bilirik. Olur 3000 metr. Temperaturu tapmaq üçün isə qaydanı bilirik. 1000-ə 6-dır, 3000-ə isə x-dir. Buradan da x-i tapsaq 3000-i 6-ya vurub 1000-ə bölmək lazımdır. O da olacaq. 192-ci sualda video dayandı. Tam deyə bilmədim. A variantı oldu cavab. 193-cü suala baxaq. Burada isə yenə qrafik verilib. Bizdən hündürlüyü və atmosfer təzyiqini soruşur. Qrafikdə isə temperatur verilmişdir. Temperatura əsasən biz hündürlüyü əsasında atmosfer təzyiqini rahatlığından tapa bilərik. Temperatur fərqinə baxaq. A çıxılsın B bərabərdir 30 dərəcə olur. Buradan da biz bilirik ki, 1000 metr qalxanda 6 düşürsə, baxaq ki, 30 dərəcə temperatur nə qədər hündürlük fərqində yaranar. Bərabərdir 30-u vururuq 1000-ə, bölürük 6-ya, o da olur 5000. Deməli, biz 5000 metr yuxarıya qalxmışıq. Bu isə olacaq, onu 10-a bölərik, atmosfer təzyiqini taparıq. Hündürlüyümüz olacaq 5000, təzyiqimiz olacaq 500. A variantı sualın doğru cavabıdır. 194. Sxemdə təsvir edilmiş dağlıq ərazidə A və B nöqtələri arasındakı temperatur və təzyiq fərqini müəyyən edin. Burada isə hündürlük verilib. Biz hündürlüyə əsasən təzyiq və temperaturu tapa bilərik. İlk öncə rahatlıqla biz təzyiqi tapa bilərik. B nöqtəsi 2000-də, A nöqtəsi isə 500 metr hündürlükdədir. 2000-dən 500 çıxarıq, qalar 1500. 1500 metr hündürlük fərqi varsa biz onu 10-a bölərək tapırıq ki, 150 atmosfer təzyiq fərqi var imiş. Yəni cavabda bir dənə 150 var. Cavab D variantı olacaq, amma temperaturu da tapaq. Temperatur tapmaq üçün isə biz bilirik ki, 1000-ə 6-dır. Hər dəfə eyni qaydadır. 1500-ə isə x-dir. 1000-ə 6-dırsa, 500 də onun yarısıdır. Bu da olacaq 9. X bərabər 9. Olacaq D variantı. 195-ci suala baxaq. Sxemə əsasən atmosfer təzyiqinin ən az sutkalıq temperatur amplitudunun isə ən yüksək. Deməli, təzyiqin ən az olduğu, sutkalıq temperatur amplitudunun isə ən yüksək olduğu məntəqəni bizdən istəyir. Dəniz səviyyəsindən uzaqlaşdıqca təzyiq ən aza düşər. Bu da ən yüksək nöqtədə yerləşən 1 məntəqəsi olacaq. 195-in cavabı olacaq C variantı. Daha sonra 196. Sxemdə kəsmə yüksəklik 1000 metr olarsa, hansı məntəqələr arasında temperatur fərqi 24 Selsi olar? Burada bir-bir məntəqələri yoxlaya bilərik. Kəsmə yüksəkliyi bizə verilib, rahatlıqla 24 Selsi hardadır tapa bilərik. Və 1000-ə 6-dırsa, tapırıq ki, 24 nə qədərdir? X bərabərdir 4000. Yəni biz 4000 hündürlük fərqi tapmalıyıq ki, temperatur fərqimiz 24 dərəcə olsun. Y ilə M-ə baxaq. 4000-də kəsmə yüksəkliyi əgər 1000-dirsə, 4000-i biz bölürük 1000-ə, tapırıq ki, 4 boşluq olmalıdır. 4 boşluq lazımdır bizə. A ilə B arasında bir boşluq var. Variantlar üzrə işləsək, E ilə M arasında 2 boşluq var. Deməli, A variantı səhvdir. A ilə D arasında yenə 2 boşluq var. B variantı da səhvdir. C-yə baxaq. B və C arasında bir boşluq var. Olmaz. A və Y arasına baxaq. A, Y. 1, 2, 3,
4 boşluq var. Cavabımız da olacaq D variantı. Bizə də 4 boşluq lazım idi. Verilmiş qrafik hansı göstəricilər arasında asılılığa uyğun gəlir? Baxırıq ki, burada deməli deyir havanın temperaturu və buxarlanma. Havanın temperaturu artdıqda buxarlanma da artar. A variantı səhv olar. Burada qrafik belə olardı. Havanın temperaturu və buxarlanma qabiliyyəti eyni ilə burada da düz olar, düz mütənasib olar. Havanın temperaturu və nisbi rütubəti cavab C variantı olar. Çünki havanın temperaturu qalxdıqda nisbi rütubət. 198-ci sualdan davam edək. Dağın zirvəsində havanın temperaturu mənfi 6,5 Selsidir. Kəsmə yüksəkliyi 250 metr verib. A məntəqəsində havanın temperaturunu bizdən soruşur. A məntəqəsində havanın temperaturunu tapmaq üçün ilk öncə biz daxili horizontalın işarə elədiyim yer daxili horizontaldır. Daxili horizontalın qiymətini tapmalıyıq. Bunu necə tapırıq? Zirvədən, yəni 3600-dən kiçik, 250-yə tam bölünən ən böyük ədədi götürməliyik. Bunu şifahi olaraq da tapa bilərik, yazılı olaraq da tapa bilərik. Yazılı olaraq tapsaq, birinci mərhələdə biz 3600-ü bölərik. Hər ehtimal yazılı olaraq tapaq ki, uşaqlar rahat olsun. 250-yə bərabər olar 14-ə. Yəni 14 tam var içində. 14-ü biz yenidən 250-yə vuraraq daxili horizontalın qiymətini tapa bilirik. Tapırıq ki, daxili horizontalın qiyməti 3500 metr imiş. Daxili horizontal. Daxili horizontalı tapdıqdan sonra A-ya qədər olan boşluqların sayını taparaq biz A-nın hündürlüyünü tapa bilərik. Sayaq ki, 1, 2, 3, 4, 5 boşluq var. İkinci mərhələdə biz boşluqların sayını, yəni 5-i vururuq kəsmə yüksəkliyə, 250-yə. Tapırıq ki, 1250 metr daxili horizontaldan A arasında hündürlük fərqi var imiş. Daha sonra biz daxili horizontaldan, yəni 3500 tapmışdıq. Burada yuxarıda 3500 tapmışıq. 3500-dən çıxırıq 1250-ni. O da olur 2250. 2250 isə kənar horizontal, yəni A olur. A-nın hündürlüyü oldu 2250 metr. Daha sonra biz 4-cü mərhələdə zirvədə çünki temperaturu bilirik. A-nın temperaturunu tapmaq üçün zirvədən 3600-dən çıxarıq A-nın hündürlüyünü 2250-ni. Bu da olar 1350. Yəni zirvə ilə A arasında 1350 metr hündürlük fərqi var. Bunu tapdıqdan sonra artıq işlər asanlaşır. Biz temperaturda tapa bilərik. 5-ci mərhələdə isə biz bilirik ki, 1000 metrə 6 Selsi düşürsə, 1350-yə nə qədər düşər? Burada da x bərabərdir. 1350-ni vururuq 6-ya, bölürük 1000-ə. O da olur 8,1. 8,1 dərəcə temperatur fərqi var zirvə ilə A arasında. Zirvədəki temperaturu biz bilirik. Mənfi 6,5. Ətəyə doğru gəldiyimiz üçün üstünə gələrik 8,1-i. Bu da bərabər olar 1,6-ya. Cavabımız olacaq Y variantı. 199-cu suala baxaq. Verilmiş coğrafi koordinatlara əsasən şimaldan cənuba doğru qar xəttinin hündürlüyünün artdığı məntəqələri müəyyən edin. İlk öncə başa düşək ki, sual bizdən nə istəyir? Bura şimaldır, bura cənubdur. Belə fikirləşək. Deyir ki, şimaldan cənuba doğru gəldikcə qar xəttinin hündürlüyü artsın, yəni daha yüksəkdən keçsin. Bu da nə zaman baş verər? Biz şimal yarımkürəsində olanda, əgər biz cənuba doğru gəliriksə, tropiklərə daha da yaxınlaşırıq. Daha da yaxınlaşdığımız üçün qar xəttinin hündürlüyü artar, yəni daha yüksəkdən keçər. Bu da şimal enlikləri olacaq. Şimal enlikləri verilib birinci məntəqədə və üçüncü məntəqədə. 1-3 olacaq sualın doğru cavabı. Y variantı. İkinci və dördüncü məntəqə isə cənub enlikləridir. Məsələ 200 nömrəli test. A məntəqəsində temperaturun 12 Selsi olduğu məlumdur. Kəsmə yüksəkliyi də verib 100 metr. Bunları deyir bilərək müvafiq olaraq B və C məntəqələrində temperaturları tapın. Boşluqların sayına görə biz asanlıqla tapa bilərik bunu. B ilə A arasında 2 boşluq var. 2 boşluq varsa deməli 2 vurulsun 100 bərabərdir 200 metr hündürlük fərqi var. Biz də bilirik ki,
hər 100 metrə 0,6 Selsi temperatur düşür. Temperatur fərqi yaranır. 200 metrdə nə qədər olar? X olar. Buradan X-i tapsaq, o da olar 1,2. A-da temperatur məlumdur, 12 Selsi. A-nın temperaturu 12-dirsə, yuxarıya qalxdıqca temperatur düşəcəyinə görə biz 12-dən 1,2-ni çıxarıq. Taparıq ki, cavab müsbət 10,8-dir. B-nin temperaturunu tapdıq. İndi isə C-nin temperaturunu tapaq. C-nin temperaturunu tapmaq üçün yenə A ilə C arasındakı boşluqları saymalıyıq. 1, 2 və 3 boşluq. 3 boşluq varsa 3-ü biz vururuq kəsmə yüksəkliyə, yəni 100-ə. Bərabər olur 300. Yenə eyni qayda ilə. Hər 100-ə 0,6 düşürsə, temperatur fərqi yaranırsa, 300-ə nə qədər temperatur fərqi olar? Bu da olur X. X də bərabərdir 1,8. 300-ü vururuq 0,6-ya, bölürük 100-ə. Olur 1,8. Temperatur A-da 12 Selsidir. Aşağıya doğru gəlmişiksə temperatur artacaq. Bayaq yuxarıya doğru getdiyimiz üçün temperatur azalmışdı. İndi isə aşağıya doğru gəldiyimiz üçün temperatur artacaq. 1,8 artar, bərabər olar 13,8-ə. C-də 13,8 temperatur olar.